Kişi neynirəm mən? Mən eşq qadınıyam, eşq yaşayım. Mənə sevgi ilə bəsləsinlər, uşağı necə bəsləyirlər. Mənə sevgi yedirsinlər. Mənə heç kimin pulu maraqlı deyil. Mənə nə qədər xərcləsin, mənim kartıma nə pul atsın, nə bilim, mənim kişi kimi yanımda olsun. Bir də mənə sevsin. İnirəm az mən. Nə deyirsən, yumursan ki, maşın yur. Yox. Mən nidir bacı? Mənim halım yoxdur ki, kişinin həmən oğlanın bacısı yıxsın. Ay, küçədə qalmış, 2 dənə uşaqla özünü soxuşdurdun, anası yıxsın. Ay qız, mini ilə gəzsin, oğlumun başını pişirsin, getsinlər bütün günü falçılara, şəklimin üstünə qıfıl qoysunlar. O sidikdən, bu sidikdən, qurt yağı, lazımdır mənə. Gitsin özüm üçün sakit həyatımı yaşayıram. Mənə lazımdır, cırcındırın nəsl əqrəbəsi nəsəblərimi koruyum. O da başım çatmır, cadu eləsinlər, lap xiyar olum qalım. Yazığız gəlmir mənə. Bu evdə oturanların 90% bizə nə qədər bilir? İş tanımayan, yol bilməyənlər. O elə cadu yerləri bilirlər ki, adamı xiyar eləyib otustururlar. Yazıq canım, 2 dənə körpü uşağımla yaşayıram da. Mənə lazımdır əsəblərimi korlasınlar, qıfılla, açarla, interesli cadular eləsinlər, qəbristanlıqdan şəkillərim çıxsın. İstəmirəm az, sən Allah. Yo. Lazımdır, istəmirəm. Ailə mənlidir. Məni istəyən deyəcək, otur evdə, evdən bayra çıxma. Çaldıya inanır tam. Açma ağzımı. Sən Allah. Cadunu evdə oturanlar çox bilir. Bizim kimi küçədə qalanlar yox. Səhər gedib axşam gəlib əziyyətlə pul qazananlar, qardaşa pul yedizdirənlər, uşaqları üçün fəda olunanlar, ana-ata saxlayanlar, ərinin alimentini ləğv eləyən o evdə oturub o çox bilmişlər var ha. Oy. Sən onlardan soruş. Biz bilmərik ay bacı, biz ağzımıza ağılıb havaya baxarıq. Kiç eləyib qoyarlar az, bizi neyinirsən? Yox. Padrıqam deyirdi, əlində ərinin, nə yazmışam? Padrıqam deyirdi, əlində ərimin şəklini aparmışsan ki, ailəsi dağılsın. Ay ürəyim sənə canım qurban. Qurban olum sənə. Mənim neymə lazımdır, kim boşanır, kim ərə gedir. Mən bugünkü günü görmüsünüz ki, mən bütün günü küçələrdə kişilərə belə eləyim ki, ailəm olsun. Mən o qədər də pis gündəyəm ki, mən ailə qura bilmərəm. Kimisə ailəsi mənim neymə lazımdır ki? Sən öz götündəki poxlardan müğəyyət ol. Sənin ailəvi heç kim dağıtmaz. Elədiyin aşıqdaları yığışdır. Sən ailəvi heç vaxt heç kim dağıtmaz. Ağıllı qadının heç kim qıraqdan ailəsini dağıtmırlar. Götü poxullanan ailələr tez dağılır. Həqiqətən də onun ailəsində problem varsa, qadın cəhətdən götü poxullar. Başışdın. Mən valla ərimi mən boşamışam. Peşman da deyirəm. Yaxşı eləmişəm. Allah heç kimi səbrini əlindən almasın. Səbirdən çıxmışam və peşman da deyiləm, yaxşı da eləmişəm. Belə lazım da belə də eləmişəm, yaxşı eləmişəm. Ürəyim belə istəyib. İstəmişəm ki, 5 il sonra boşanım, boşanmışam. Ağlamaz, aslında şu ağlayıram. Ona görə yəni mən istəmərəm də ailə qurmaq. Ailə mənlik deyil.
Məni dür. Nahidənin sözü yadıma düşən sözü. Tırnaqlarım qaş ustasıyam, ona görə ayırayım. Aparatı tuturam bu əlimdən. Evli kişi ilə gəzəndə yanımdaydınız mənim. Deyən görüm. Abla deyən biraz səsini çıxardaq bunun. Səsini qoy onun. Mən evli kişi ilə danışanda yanımdaydınız mənim. Adını yaza bilərsən həmən kişinin. Hansı evli kişi ilə danışıramsa burada zəhmət olsa adını səsləndir. Bilək də biz də tanıyaq o evli kişi kimdir. Onun arvadı o kadar ucuzdur ki mən onunla danışıram. Mən evli kişinin turistiklə şəkillərini şantaj edib yanımda saxlayıram. Evin qapısını döyürəm, ağlayıram ki gəl düş qabağıma gedir, sənsiz yaşaya bilmirəm. Bu evli oğlan kimdir? Bir də zəhmət olsa adını səsləndirin. Hamımız burada tanıyaq da onu. Kimdir o? Kimsə yadından çıxıb dənizə gedirdiniz. Az dur. Kimdən dənizə getmişəm az? Sən Allah atma onu blokaz. Mənə maraqlıdır. Birdən kimsə onlar yadımdan çıxar. Qoy köynələri yadıma salır. Kimdən getmişəm az dənizə? Fasonu nə idi? Yaz görün. Astiyan. Qoy yazır. Sən Allah nətər oğlanıydı. Görümlü. Az görüm kimdir de yadıma sal, yekə qız sana cındır olmaz. Mənə bax, video fasonu necəydi bir də yadıma sal. Görüm mən nə vaxt onunla dənizə getdim az. Dənizə mən uşaqlarla getmişəm axı həmişə akvaparka. Şıxovun akvaparkına getmişəm axı. Ya sən Allah, sən atı o nəzir çəkdi. Oğlanın vidi nətər idi, onu yaz görün. Aslında heç nə yazmayın da ona, deyən o danışır. İşiniz yoxdur. Hə, uca boylu. Sən özü həkimə niyə? Sən çox yaxşı bilirsən, paylaşacağım səhifəmdə baxarsan. Nə vaxt? Sən atığın əziz cətdi. Axşam paylaşma, indi paylaş. Sən Allah indi paylaş. Qurban olaram sənə. Mən ayrılanda şəkilləri silirəm. Bəlkə o şəkil mənə lazımdır. Sən atığın cəddi indi paylaş. Seyəmi mən dalaşan kimi silirəm şəkilləri. Bax gör hansı şəkildə o. Nə rəngdə plavki giymişdi. Bir dən yadıma sal. Deyir evli oğlan idi da, deyirsən deyir dənizdə idin. Mən dənizdən girənəm, sıçmaqla poxlu olur. Baseyniyə gedirəm mən. Yox, sən bəlkə akvaparkda Şıxov da deyirsən. Şıxovda mən oğlanla getməmişəm axı. Ora mən Şıxova gedirdim, Şıxova mən oğlanla getməmişəm. Şıxova mən uşaqlarla getmişəm, bir də padruqalarımla. 3 ay yayı mən orada olmuşam. Dənizə də bir dəfə getmişəm, mənim bir padruqam var. 500 neçədir maşının nömrəsi. Onun sevgilisi, uşaqları biz bir yerdə getmişik. Sevgilisi də sonradan gəlib. O bilmirəm evlidir yoxsa yox. Amma mən ona şəkil çəkdirməmişəm. Novxanıda olmuşuq. Saqqallı oğlan, interesiz, saçı da belə az. Onun da maşını var. Hündür maşını var idi ağ rəngdə. Bəlkə onu deyirsən. O mənim sevgilim dördü ya qız. Qızın sevgilisiydi Allah haqqı. Sevgilim olsa əlindən tutaram da. Mən sevgilimin küçədə əlindən zadından tuturam Allah haqqı.
Novxanıda olub, özdə şeydə. Siyalif idi, hansı idi bilmirəm. Ora gedirəm mən tez-tez. Dənizə gedəndə ora gedirəm. Hələ orada mən videoda çəkmişdim. Deyən o videonu görsətim sənə. Az mənim götüm poxlu olsa millətdən qorxaram. Məndə o şey yoxdur. Gözdə, bax, padruqamın oğlanı da burada. Oğlu da buradaydı. Deyən görün. Burası uşağı görsətməyəcəm. Cəmaatın ailəsi var qızın. Da, yəni atası var, ailəsi var. Dayan. Gözdə. Bax, sənə canım qurban. Baba, bunu deyirsən, baba, bu. Bu günü deyirsən, bu günü mən, bizim yanımızda oğlan var idi. Yo, mən qorxmuram, heç kim niyə qorxum ki? Dedi, bu günü. Novxanıdaydıq biz. Sən niyə qorxum, mən niyə qorxum? Xəstəsən, sən niyə qorxuram ki? Yo. Vallahi niyə qorxuram ki? Deyir, uşaqlarımla getmişdim, bax. Yo, niyə qorxuram? Sonra ancaq akvaparklara gedirmiş. Akvaparkda da bir dənə hələ yerəz oğlan dalımca düşdü. Oğlanın qızıl yerləri var idi. Daha kiç elədi, qoydu məni, gəl tanış olaq, gəl tanış olaq. Axırda dalaşdıq bir-birimizdən. Dedim, balam, mən səninlə niyə tanış olum? Mən bu akvaparka gəlmişəm, müdiriyyət də məni tanıyır. Mən bura gələm, özüm üçün yeməyimi yiyirəm, uşaqlarım çimir, özüm çimirəm, zaqar alım, çıxıb gedirəm. Mən bura kişi tutmağa gəlməmişəm, günə indirəm səni. Sən Allah onu mənim direktimə ya da WhatsApp-ma at. Açot vermirəm, yəni mən qorxan yerim yoxdur axı. Valla. Heç kimi məcbur evindən çıxartmır. Heç kimin bu subay oğludur, evli oğludur. Heç kimi məcbur evindən çıxarda bilməz. Məni evimdən məcbur, hansısa padruqam çıxarda bilər. Sənə canında olmayandan sonra səni heç kim heç yerdən çıxarda bilməz. Qız getdi, çıxdı, getdi, hara getdi? Çıxdı, getdi. Niyə getdin ki? Deyirdim, mən evli kişinin gəzirəm, şəkli var. Salam, Əli, salam. Dedim, mən evli kişinin gəzirəm, şəkilən var, bax səndən, oldu. Heç eləmədim, mən elə olanda səssizə atmayın. Allah haqqı, cəmaat elə bilir ki, mən qorxuram kimdənsə. Mən qorxuram, niyə qorxuram, ay bacı, niyə qorxuram ki? Mən vallahi, mən subay qızam, ay bacı, kimlə ürəyim istəyir danışıram, kimlə istəyirəm ayrılıram, kimlə istəyirəm barışıram. Məcbur özümü məcbur eləyim, kimlənsə danışma. Niyə məcbur eləyim? Xəstəliyə düşüm. Ayrılıramsa ayrılıram da. Məcburam danışım. Niyə danışıram ki? Az burada blokda nömrələr var. Mənim boyumu yerə soxsunlar. Yox, statusdur. Az heç kimdən qorxmuram mən. Niyə qorxum? Qorxmaq lazım deyil. Heç kimdən qorxmaq lazım deyil. Niyə qorxursunuz? Allah, açıq həyatınızı yaşayın. Ona görə vallahi mən heç kəsdən heç vaxtı qorxmamışam. Bir dənə padruqamın qədəsi var idi. Həmişə bir yerdə gedirdik, gəzirdik, eləyirdik. Deməli, salona getmişəm. Bir salon var, oradayam. Qız tanır, qız görürəm. Nəsə mənə demək istəyir. Vırğılanır. Baba belə fırlanır. Bir də deyir ki, Zızı xanım, bir dənə restoran var, gecə klubudur da.
Siz orada olmuşsunuz. Deyirəm, bəli, gedirəm mən oraya, getmişəm əvvəl. Bir ildir elə yerlərə getmirəm. Hə, Zıxam. Bir şəxsi olmasın. Əvvəl həyatınızda filan kəs olub zat, nə bilim nə. Yox, həyatınızda kimsə var? Deyirəm, hə, var. Hə. Bəs ondan əvvəl kim idi? Deyirəm, sənə nə lazımdır ki? Sənə nə lazımdır ki? Dedim, nəsə sözdə adam oxşuyursan. Sən açıq mənə sözümü deyin, mən qorxaq adam deyirəm. Mən sənə rahat sözümü deyəcəyəm. Mən yalandan deməyəcəyəm sənə ki, kabinetləri səhv salmışdım, getdim oğlanın yanında oturdum. Sən məni oğlanla görmürsən, mən də yalandan deyim ki, kabineti səhv salmışdım, bu kabinetdeydi qızlar, mən getdim oğlanın kabineti girdim. Yox, niyə qorxuram ki? Oğlum nənəsi ilə gedibdi. Kız dedi ki, filan kəs var, dedim, hə, tanıyıram. O dedi, sizlə maşında video olub, belə. Mən maşın sürmüşəm, belə. O da belə bir video çəkib, buradan götürüb belə video çəkib, belə zat özünü belə, zat ki, zuzu düşsün də. Gedib orada deyib ki, mənlə neçə sevgili olub, nə bilim nə qayrıb. Dedim, valla mən ondan sevgili olmamışam. Quran haqqı, o mənim padurqamın sevgilisi olub. İstəyirsən videolarını görsədim sənə. Görsətdim. Dedim, görsən onunla sevgili olub, bax. Sevgili maşında belə video çəkmir, promoya ağza çəkir. Dedim, onların şəkilləri. Deyir, hə, Zuzu xanım, mənə belə deyiblər. Dedim, az bu yaxdan da niyə vırnıxırsan ki? Rahat mənə sözvü denəndə cavabı da al. Mənim evdə ərimdən qorxmuram ki, deyim ki, ailəmi dağıtmayın, qurban olaram, ərim bilməsin də, nə olar. Mən ərimə demişəm ki, bir dənə o vaxtı bir dənə kişi görmüşəm, o da ərim olub da. Ondan başqa kişi görməmişəm. Məni ailəmi dağıtmayın, güclə bu cındırı tapmışam, lox yerinə qoyuram. Nə olar, dağıtmayın ailəmi. Oz neynirəm? Mən nevroloji xəstəyəm, başım üstündə deyir. İndi şəkər xəstəsi olub. Yox, indi məni şəkər tutsun ki, ay Allah, birdən mən ərimə deyəcəm, səndən başqa dünyada kişi görməmişəm, ikinci ərimə. Bir dənə uşaqlarımın atası olub. Qorxa yanında yatım ki, indi şapalağı vurar, balkondan atar məni. Niyə? Məni istəyən belə istəsin. Nəyəm oyam? Sən özümə necə hörmət edirsən, mən də sənə elə hörmət eləyirəm. Özünüzə hörmət eləyin ki, həyatınızdakı qadın da sizə hörmət eləsin. Siz matışqa olasınız, siz matışqa yerinə də qoyulasınız. Xəyanət eləyəcəksən, xəyanət görəcəksən. Hörmətsizlik eləyəcəksən, hörmətsizlik görəcəksən. Quduracaqsan, sevgili və başqa qucaqda görəcəksən. O qucaqda da görəndə mənniksiz olacaqsan, qıza deyəcəksən ki, mən səni istəyirəm. Ondan ayrıl, məndən danış. Allah səni o günə qoyacaq. Vaxtında hamının qədrini bilin də. Qadın gedəni başqa kişi tapanda ağıllar gəlir başına. Az qalı qapısının ağzında yatsınlar, 101 dənə gülü tuturlar qəbirstanlıq ceyranları. Nə olar, mən vaxtda da, nə olar, mən o vaxt içkiliydim. Sən ayaq başın olur ki. Yığın başınıza həyatınızdakı kukla kimi qızların qədrini bilin. Baxırsan qıza ki, nə gözəlliyindədir, ayaqlar belə-belə, bel bir damcı, dalı nə boytdana, sinə nə boytdana, saçın qaynaq eləyib, kukuladır, kukula. Üzünü gözünü mənim kimi dartdırıb burasına qoyub, dodağını burasına qaldırıb, əziyyət çəkib da. Bunların qədrini bilin da. Gələk başqa yerə qonsunlar, oturublar da yanımızda ac kişilərin yanında, ay aclar. Ay ac qərə günlər, kimdir sizi qəbul edən? Evdə anavuz bir dəfə çörəyi və almayanda az qala sizi tumançaq atsın bayra ki, o şalları anon alıb səhər üçün. Bu qızlar sizi qəbul edir də, nüş bulan qədrini bilmirsiniz. Huy Allah, ağzım pərti elədi, söymək istədim, dilim fırlandı. Vəlizarın bir sözü var, onu istədim deyim. Mən neçə illərdə o sözü deyirəm. Prosta Vəlizar bu sözü ortalığa çıxartdı. Bilin də. Allah eləməsin, Tomuçqam. Az o qızlara qurban olum. Mən bütün qadınları sevirəm. Az mən kişilərin tərəfində deyiləm. Az nəyimə lazımdır mənim kişilər. Qızlar neyinir, yaxşı eləyir. Nə deyir? Loloçka gözəl bir kəlmə işlətdi. Loren bir gözəl bir ifadə işlətdi. Mənim gün ərzində 24 saat işlətdiyim kəlməni Loloçka indi işlətdi. Suzu, mənim keçmiş ərim uşaqlarımızı
uşaqlarımızın öldü. Sizin uşağınız rəhmətə gedib. Uşağınız niyə rəhmətə getdi ki? Az bəs üstüdə gizli şeylər yaz. Uşağınıza nə oldu ki xanım? Abortda rəhmətə getdi. Hə can ki, eksim. Ay kız, eybi yoktu, yine doğarsan. Elə şeylere göre üzülme. Boş ver, Allah rəhmət eləsin. Cemaatın əziyyətlə geyindirdiyi, yedizdirdiyi, gəzdirdiyi, gecəsini səhərə qatdığı balaları əlindən gedir. Sənə nə olur ki 8 ay qarnında daşımısan penguen kimi, kenguru kimi. Ondan sonra da həyatın işidir. Sənin canın sağlam olsun. Əsas sağlamlığın yerindədir, min şükür. Elə şeylərə görə üzülmə abla. Bir dənə səy var burada 10 kimi. Yo, elə şeylərə görə üzülmə canım. Bacı elə olur da oturub sənin tərtibi çəkməyəcək ki. Onun hissləri yoxdur. Bəs həyat budur da həyatım. Qadınlığınızı hörmət eləyin. Özünüzü sevin. Kişilər nə vaxta qədər özlərini matışqa kimi aparacaq, qadın ondan uzaqlaşacaq. Nə vaxta qədər kişi baş üstə ilə oturub duracaq, o vaxta qədər ailələri dağılacaq. Qadın da nə vaxta qədər özünü adiləşdirib, hər şeyi hədər eləyəcək kişilərlə, o vaxta qədər dəyərsiz olacaqsınız. Çalışmaq lazımdır ki, özünüzü hörmət eləyəsiniz. Kim deyir? Mənə qızlar yazır burada. Kimsə onu bloka atıb deyən görürüm. Mənə nömrə vasitəsi ilə yazan şəxsləri var. Bir dəqiqə zəhmət olmasa. Deyə buldu ya. Gözdə görüm. Attım. Hə, heç. Hə. Ona görə qadınlar, sizə bir söz deyim. Siz nə vaxta qədər sınacaqsınızsa, oturub bütün günü evdə ulayacaqsınız, hamı sizi atıb gedəcək. Toma buradadır da, niyə part deyirəm ki mən? Başa düşmədim. Toma mənim canımdır, Toma mənim ürəyimdir. Mən Toma kimi yaxşı ki, gözəl dostu tanımışam. Mən heç kimin qabağına şərt qoya bilmərəm. Mən imam deyiləm, peyğəmbər deyiləm, Allah deyiləm ki, kiminsə qabağına şərt qoyum. Mən heç kimin başının böyüyü deyiləm. Bugünkü günü mən o adamın qabağına şərt qoyaram ki, o mənim vaxtı ikən dostluq elədiyim insanla dostluğu yoxdur. Məni ilə atnaşenisi kəsiləndən sonra gedib dostluq eləyir. O adamı tüfürərəm o adama. Amma bir insanın məndən öncə dostluğu olubsa, indi küsürsə, barışırsa, mən kiməm ki? Məndən öncə bu insanların dostluğu olub. Mən ikinci bir şəxsəm. Mən o heç kimin qabağına şərt qoya bilmərəm. Nə vaxta kimi ki, mənim şotuma kimsə kimisə tanıyar, onda o adamın üzünə tüfürərəm, sağollaşaram. Bugünkü günü əgər məndən öncə kimisə dostluğu olubsa, mən kiməm ki, kimin qabağına şərt qoyum? Bu içinə